Bəzən ən böyük sistem çöküşləri qulaqbatırıcı partlayışlarla deyil, sadəcə 3 qısa cümləlik sıravi bir xəbər mətni ilə başlayır. Düzdür. Çox vaxt o fəlakətin səsi sonradan çıxır. Bəli, yəqin ki, siz də tez-tez telefonunuzun ekranında belə qısa bildirişlər görürsünüz. İşə gedərkən, nə bilim, kofe içərkən, sürüşdürüb keçdiyimiz o bir neçə kəlmənin arxasında əslində bütöv bir dövlət arxitekturasının necə sarsıldığını təsəvvür etmək çox çətindir. Bugünkü bu dərin təhlilimizin məqsədi də məhz bu görünməz mexanizmləri aydınlaşdırmaqdır. Yəni o sürüşdürüb keçdiyimiz mətnlərin sətraltı mənalarını tapmaq. Dəqiq. Biz əlimizdəki çox qısa, lakin daxilində nəhəng bir təhlükəsizlik böhranı daşıyan bir informasiya parçasını incələyəcəyik. Mənbəyimiz Milli Az portalının Axar-Aza istinadən yaydığı konkret faktlara əsaslanan bir məlumatdır. Cəmi 3 cümlədir. Amma o cümlələrin hər biri böyük bir dövlətin onurğa sütununda baş verən qırılmaları ifadə edir. Aha. Çünki söhbət sadəcə daxil olan xəbərin mətnini səthi oxumaqdan getmir. Bizim işimiz o mətnin arxasında gizlənən dövlət mexanizmlərinin, belə deyək, kəşfiyyat və böhran idarə etmə protokollarının real vaxt rejimində necə işlədiyini deşifrə etməkdir. Amma elə buradaca hər şeydən əvvəl çox vacib bir məqamı aydınlaşdırmaq istəyirəm. Bu bizim əsas qaydamızdır. Təqdim edilən məlumat İranın ən yüksək təhlükəsizlik rəhbərliyindəki qətillərlə bağlıdır. Bu, son dərəcə həssas və siyasi yüklü bir xəbərdir. Mütləq, qlobal miqyaslı bir məsələdir. Buna görə də çox aydın şəkildə vurğulayıram. Biz bu təhlildə qətiyyən heç bir ideoloji, siyasi və coğrafi tərəf tutmuruq. Nə sağ, nə sol. Yeganə missiyamız təqdim olunan mətndəki faktları hər hansı bir qərəz olmadan sizə çatdırmaqdır. Təsəvvür edin ki, masanın üzərində bir mühərrik detalı var və biz sadəcə onun necə sındığını izah edən mexaniklərik. Tam razıyam. Yəni biz informasiyanı sanki bir laboratoriya şəraitində təcrid edirik. Yalnız onun dinamikalarını, dövlətlərin belə böhranlara verdiyi reaksiyaların mexanikasını təhlil edəcəyik. Çünki xəbəri eşitmək başqadır, onun səbəb olduğu sistemli fəsadları anlamaq başqa. Gəlin mənbənin bizə verdiyi xronologiya və hədəflərlə başlayaq. Başlayaq. Mətndə açıq şəkildə bildirilir ki, ilk olaraq İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb və dərhal ardınca mətndə çox spesifik bir zaman çərçivəsi verilir. Ötən gecə İranın Kəşfiyyat Naziri İsmail Xətib öldürülüb. Aha, ötən gecə. İndi mənim burada anlamaqda çətinlik çəkdiyim bir məqam var. Hökumətlər nəhəng bürokratik maşınlardır, onların onlarla muavini, minlərlə işçisi var. Niyə sadəcə 2 nəfərin, hətta ən yuxarı vəzifəli olsalar belə, öldürülməsi bütün bir sistem üçün belə kritik hesab olunur? Baxın, çox haqlı bir sualdır. Yəni bir nazir gedir, ertəsi gün muavini onun kreslosuna əyləşir və iş davam edir də, elə deyil. Bu ardıcıllıq niyə bu qədər fəlakətlidir? Düzü, kənardan elə görünür. Amma adi mülki nazirliklərlə təhlükəsizlik aparatının iş prinsipi arasında uçurum var. Biz Təhsil və ya Kənd Təsərrüfatı Nazirliyindən danışmırıq axı. Kəşfiyyat strukturları tamamilə segmentləşdirmə, yəni kompartmentallaşdırma prinsipi ilə işləyir. Segmentləşdirmə, yəni məlumatların bölünməsi? Bəli. Bu o deməkdir ki, məlumatlar çox dar bir çərçivədə, yalnız bilməsi vacib olanlar arasında dövr edir. Bütün bu mürəkkəb məlumat axınlarının cəmləşdiyi, tam mənzərəni görə bilən çox az sayda mərkəzi qovşaq var. Aha. Mənbədə qeyd olunan vəzifələrə baxın. Ali Milli Təhlükəsizlik Şurasının katibi. Bu şura, belə deyək, dövlətin beynidir. O, ordunun, iqtisadiyyatın, kəşfiyyatın bütün iplərinin bir araya gəldiyi və qərarların verildiyi masadır. Katib isə o masanın ən məlumatlı figurudur. Deməli, şuranın katibi qərar verici mərkəzdir. Bəs kəşfiyyat naziri? Kəşfiyyat naziri isə o beynin əməliyyat qolu, yəni sinir sistemidir. Qərarlar orada icraata çevrilir. Əgər siz əvvəlcə katibi sıradan çıxarırsınızsa, sistemin beynini zədələmiş olursunuz. Amma dövlət yenə də nəsə cavab verə bilər yəqin ki. Təbii ki, bir dövlət dərhal müdafiə rejiminə keçə və əməliyyat qolu vasitəsilə cavab verə bilər. Lakin mətndəki xronologiya göstərir ki, dərhal ardınca, məhz ötən gecə, Kəşfiyyat naziri də hədəf alınıb. Bu sadəcə 2 nəfərin itirilməsi deyil. Yəni, məlumatların cəmləşdiyi ən həlledici 2 qovşaq məhv edilib. Dəqiq, eyni vaxtda.
Maraqlıdır. Mən bunu kiber təhlükəsizlikdəki bir ssenariyə bənzədirəm. Təsəvvür edin ki, böyük bir korporativ şəbəkə hücuma məruz qalır. Hakerlər sadəcə qoruyucu divarı pay salmırlar. Onlar eyni vaxtda sistemin əsas idarəçi, yəni root giriş kodlarını silirlər. Bəli, çox yaxşı müqayisədir. Və sistem özünü bərpa etmək üçün ehtiyat serverlərə müraciət edəndə, hakkerlər dərhal o ehtiyat serverdə yandırırlar. Yəni sən hücuma məruz qalırsan, amma səni qorumalı olan mexanizmin özü artıq yoxdur. Tamamilə eyni məntiqdir. Təhlükəsizlik sistemlərində belə bir qanunauyğunluq var ki, birinci zərbədən sonra dövlət aparatı şoka düşür. Dərhal təcrid olunma protokolları işə düşür, rəhbər şəxslər yeraltı bunkerlərə köçürülür, kommunikasiya xətləri dəyişdirilir. Aha. Mənbədəki xronologiya onu göstərir ki, hücum edən tərəf bu böhran protokollarının necə işlədiyini əvvəlcədən dəqiqliklə hesablayıb, bu dövlətin müdafiə immunitetinin özünü toparlamağa fürsət tapmadan ikinci dəfə vurulması deməkdir. Bu detal doğrudan da dəhşətli bir boşluqdan xəbər verir. Əgər Kəşfiyyat Naziri, yəni dövlətin bütün gizli sirlərini bilən adam, birinci böhrandan sonra özünü qoruya bilmirsə, digərlərinin vəziyyətini siz təsəvvür edin. Həqiqətən, bu aparatın içindəki sıravi işçilərin psixoloji vəziyyətini düşünmək belə çətindir. Amma icazə verin, burada sizi biraz sıxışdırım. Biz xronologiyadan danışdıq, lakin mənbəmizdə məni ən çox şübhəyə salan başqa bir məqam var. Bu da rəsmi reaksiyadır. Aha, o matəm məsələsi. Bəli. Mətndə deyilir ki, İran prezidenti Məsud Pezeşkiyan Kəşfiyyat İdarəsinin rəhbəri İsmail Xətibin həlak olduğunu rəsmən təsdiqləyib. Daha sonra prezident qeyd edir ki, Xətib və Laricaninin öldürülməsi İranı dərin matəmə gərq edib. Dərin matəm. Mən səmimi olacağam. Mənə elə gəlir ki, biz bu ifadəyə həddindən artıq böyük məna yükləyirik. Yəni, hər hansı bir dövlətdə yüksək rütbəli məmur həyatını itirəndə, hökumət onsuz da şablon olaraq dərin hüzünlə başsağlığı veririk tipli açıqlamalar yayımırmı? Yayır əlbəttə. Niyə biz bunu sadəcə ənənəvi bir PR mətni kimi yox, qeyri-adi bir etiraf kimi qəbul etməliyik? Sizin şübhəniz tamamilə anlaşılandı. Mülki siyasətdə, dediyiniz kimi, bu ifadələr sadəcə şablondur. Amma kəşfiyyat dünyasında qaydalar tərsinə işləyir. Kəşfiyyat qurumlarının əsas gücü onların məğlub edilməzlik aurasıdır. Görünməzlik mifi kimi bir şey. Bəli, məhz o. Tarixə baxsanız görərsiniz ki, dövlətlər adətən öz kəşfiyyat rəhbərlərinin öldürüldüyünü dərhal etiraf etməkdən qaçırlar. Bir dəqiqə, niyə? Əgər fakt ortadadırsa, niyə gizlətsinlər axı? Xəbər onsuz da yayılacaq. Çünki belə bir etiraf qarşı tərəfə anında əməliyyat və psixoloji üstünlük verir. Bu, yəni siz bizim ən qorunan qalamızı fəth etdiniz deməkdir. Ona görə də standart protokol informasiyanı yubatmaqdır. Təbii ölüm və ya qəza kimi rivayətlər uydurmaqdır. Hə, yəni ictimaiyyətə bir neçə gün sonra vəziyyət sakitləşəndə çatdırırlar. Ölümü dərhal özü də birbaşa prezident səviyyəsində təsdiqlənir. Bu nə deməkdir bilirsiniz? Bu o deməkdir ki, hadisə o qədər nəhəngdir ki, onu örtbasıl etməyə dövlətin vaxtı çatmayıb və ya informasiya o qədər sürətlə sızıb ki, inkar etmək daha böyük xaos yaradardı. Tam üstünə bastınız. Bu sadəcə bir ölüm xəbəri deyil. Bu, bir sistem sarsıntısının ən yüksək kürsüdən edirafıdır. O ki qaldı dərin matəm ifadəsinə, bu təsadüfi seçilmiş sözlər deyil. Yəni diplomatik kədər deyil sadəcə. Qətiyyən. Böhran idarəçiliyində matəm elan etmək həm də hüquqi və psixoloji bir mexanizmdir. Bir ölkə rəhbərliyi biz dərin matəmdəyik deyəndə, əslində xalqı baş verən travmatik hadisələrə psixoloji olaraq hazırlayır. Maraqlıdır. Digər tərəfdən, matəm şəraiti dövlət aparatına əlavə təhlükəsizlik tədbirləri görmək, məlumat axınını məhdudlaşdırmaq üçün bir boşluq zamanı qazandırır. Yəni, bu ifadə taktiki bir gedişdir. Çox maraqlı izahdır. Yəni, biz dərin matəm ifadəsini oxuyanda, əslində pərdə arxasında bütün qırmızı xətlərimiz keçilib və biz təcili olaraq daxili xaosu dayandırmağa çalışırıq mesajını oxumalıyıq. Bəli, rəsmi sətirlərin altındakı əsl məna budur. Bu məni təhlilimizin üçüncü və məncə ən mürəkkəb hissəsinə gətirib çıxarır. Məsələ təkcə hadisənin özü deyil. Məsələ bu informasiyanın mətin yaradıcı aparatının necə işləməsidir. Aha, medianın rolu. Bəli, bizi dinləyənlər üçün bunu aydınlaşdırmaq istəyirəm. Əlimizdəki qısa xəbər zənciri belə başlayır.
Milli Azaxaraza istinadən bildirir ki, baxın, biraz əvvəl biz qlobal kəşfiyyat şəbəkələrinin qırılmasından, böhran idarəçiliyindən danışırdıq. Və bütün bu qorxun zincirvari reaksiya gəlir bizim telefonlarımıza cəmi 3 cümləlik sıravi bir mətin kimi düşür. Bu çox absurd bir təzaddır axı. Əslində bu təzad müasir informasiya əsrinin ən böyük reallıqlarından biridir. Yəni, xəbərlərin belə qablaşdırılması mənə çox qəribə gəlir. Biz o qədər məlumatla yüklənmişik ki, ən qlobal böhranlar belə mikromətinlərə sığışdırılır. Amma diqqətli bir analitik üçün o kiçik mətinlərin içindəki hər bir söz qəsdən seçilib. Məsələn, təqdim etdiyiniz mətndə 2 fərqli ifadənin işləndiyinə fikir verdinizmi? Bəli, mətni oxuyanda mənim də diqqətimi çəkdi. Birinci cümlədə konkret olaraq qeyd edilir ki, Larijani və xətib öldürülüb. Amma sonraki cümlədə, yəni prezidentin bəyanatına istinad ediləndə ifadə dəyişir. Orada deyilir ki, o xətibin həlak olduğunu təsdiqləyib. Bax, məhz bu məqam. Mən başa düşmürəm. Bir adam ya öldürülüb, ya da həlak olub. Hadisə eynidir, elə deyil. Niyə eyni hadisə üçün 2 fərqli fildən istifadə olunur? Bu sadəcə redaktorun söz təkrarından qaçma cəhdidir? Xeyr, qətiyyən. Bu sadəcə stilistik bir seçim deyil. Bu, jurnalistikanın quru reallığı ilə rəsmi dövlət narrativinin, yəni təhkiyəsinin toqquşduğu nöqtədir. Necə yəni toqquşduğu? Gəlin mexanizmi izah edim. Xəbər agentlikləri, burada Axar Az və ya Milli Az, faktı ən obyektiv, ən neytral şəkildə çatdırmalıdır. Bir qəsd var, bir hücum var və nəticədə insan həyatını itirib. Buna görə də öldürülüb feil istifadə edilir. Aha, yəni quru fakt kimi. Bəs dövlət rəhbərinin bəyanatında niyə həlak olub ifadəsi önə çıxır? Çünki dövlət bir hücumun qurbanı olduğunu və vəzifəli şəxslərinin sadəcə passiv şəkildə öldürüldüyünü vurğulamaq istəmir. Dövlət başçısının dili ilə verilən həlak olub və ardınca gələn dərin matəm terminləri fərqli məqsəd güdür. Yəni o zəifliyi ört-basdır etmək üçün. Bəli. Bu ifadələr hadisəyə hüquqi və siyasi rəsmiyyət qazandırır. Dövlət bu sözlərlə öldürülən şəxslərə bir şəhidlik, vəzifə başında fədakarlıq aurası verir. Öldürülmək acizliyi ifadə edə bilər, lakin həlak olmaq ali bir məqsəd uğrunda qurban getmək təsəvvürü yaradır. Fikir verin, jurnalistik mətin qısadır. Amma bu 3 cümlənin içində həm xəbər agentliyinin hadisəni fakt kimi bizə çatdırmaq funksiyası var, həm də dövlətin o hadisanın yaratdığı mənfi reallığı yenidən rəngləmək cəhdi. Doğrudan da. Bu qədər dərinə gedəndə mənzərə tamamilə dəyişir. Yəni biz telefonun ekranında sürüşdürdüyümüz o balaca mətnə baxanda sadəcə bir ölüm xəbəri oxumuruq. Biz əslində bir dövlətin daxili təhlükəsizlik aparatının necə vurulduğunu, onun rəhbərliyinin panika içində necə böhran idarəçiliyinə keçdiyini oxuyuruq. Və o qısa mətnin içində böyük bir siyasi psixologiya var. Siz bayaq laboratoriya dediniz. Doğrudan da bu cəmi 3 cümləlik mətin dövlət böhranlarının anatomiyasını öyrənmək üçün mükəmməl bir nümunə imiş. Məhz elədir. Buna görə də informasiya mənbələrinə tənqidi yanaşmaq həlledici əhəmiyyət daşıyır. Oxuduğunuz hər bir sözün arxasında dayanan böyük bir infrastruktur var. Bütün bunları nəzərə alaraq, gəlin təhlilimizin əsas nəticələrini dinləyicimiz üçün bir araya toplayaq. Təqdim edilən çox qısa mənbədən 3 mühüm dayaq nöqtəsi çıxardıq. Birincisi, xronologiya və hədəflər mexanizmi. İnamın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Larijani öldürülür və çox qısa bir zaman kəsiyindən sonra Kəşfiyyat Naziri İsmail Xətib hədəf alınır. Bu sadəcə fərdi qəsdlər deyil, bu bütövlükdə dövlətin beyninin və sinir sisteminin ardıcıl